Bizim vaxtda böyüklük səbir demək idi. Söz verdinsə yerinə yetirdin. Telefon evdə qalardı. Söhbət isə üz-üzə olunardı. İndi də böyüklük var. Sadəcə səbir bildirişə çevrilib. Gəlir, baxırıq. Amma cavab verməyə vaxt tapmırıq. Axşamlar ailə bir süfrədə oturardı. Bir yemək yeyərdi. Bir mövzu, bir səs. Biz də bir süfrədəyik. Sadəcə hamının yeməyi ayrı, fikri ayrı. Telefonu isə hamıdan öndə oturur. Bir məsələni həll etmək üçün danışardıq. Biz də danışırıq. 3 gün yazışırıq, sonra görüşüb deyirik. Bu mövzunu niyə uzatdıq? Deyəsən fərq dövrdə deyil, keçmişdə də, indidə də böyüklər eynidir. Sadəcə keçmiş böyüklər saatla yaşayırdı. İndiki böyüklər isə şarjla yaşayır. Yəni zaryadka ilə.